Universitetdə uğurlu olmağın digər mühüm bir metodu da öyrənməyi öyrənməkdir. Məncə hətta bu metod ən birincisidir. Xüsusilə də məktəbi yeni bitirib universitetə başladığınız ilk illərdə universitetin də məktəb kimi olacağı gözləntisi ola bilər sizdə. Məktəbdə müəllim dərsə girir, mövzunu izah edir. Sən də yazılı imtahanda müəllimin sənə danışdığı mövzudan cavabdeh olacağını bilirsən. Universitetdə belə bir vəziyyət yoxdur. Çünki universitet səni həyata hazırlayır. Dünya, texnologiya, həyat bu qədər sürətlə inkişaf edərkən, universitetdə bir müəllimin izah etdiyi mövzunu öyrənməyin həyat imtahanında sənə kifayət edəcəyini düşünürsənsə, çox böyük aldanma içindəsən. Dərs dediyim tələbələrə də həmişə bunu deyirəm. Əsas olan balıq yemək deyil, balıq tutmağı öyrənməkdir. Yəni, universitetdə hər hansı bir mövzunu öyrənmək deyil, öyrənməyi öyrənmək vacibdir. Universitetdə ancaq öyrənməyi öyrənsən, dünyanın daim dəyişən şərtlərinə ayaq uydura bilərsən rahatlıqla. Həm peşəkar, həm də şəxsi həyatında.